Bizə deyir ki, ən yaşlı sakinin 139 yaşı olan bir şəhərdə yaşayan ailə uşaqdan, onun babası, nənəsi, atası və anasından ibarətdir. Yaşa görə sırada birinci yerdə baba, ikinci yerdə nənə, üçüncü yerdə ata durur. Babanın yaşı uşağın yaşından 14 dəfə, ananın yaşı ailənin ən kiçik üzvünün yaşından 9 dəfə çoxdur. Elə burada dayanırıq. Qeydiyyatlarımızı aparırıq. Bizə deyir ki, babanın yaşı uşağın yaşından 14 və çoxdur. O zaman belə olacaq. Baba bərabərdir 14 o. Elə öz hərflərini ifadə edir ki, testə bax. Baba bərabərdir 14 o. Ananın yaşı ailənin ən kiçik üzvünün yaşından 9 dəfə çoxdur. O zaman ana da bərabər olacaq 9 u. Bu birinci cümlə idi. Bunu yekunlaşdırdım. Baba ilə atanın yaşları arasında fərq, yəni baba ilə atanın yaşları arasında fərq nənə ilə ananın yaşları arasındakı fərqə bərabərdir. Nənə ilə ananın yaşları arasındakı fərqə bərabərdir. Atanın yaşı bu ailə üzvlərinin orta yaşına bərabərdir. Bu o demək istəyir ki, bunların hamısının yaşını toplasaq, ədəd ortasını tapsaq, bizə atanın yaşını verəcək. Yaşlar natural ədədlərinə ifadə olunur. Mənə neçə yaş var? Bizdən onu istəyir. Gəlin biz bu ifadəni azca sadələşdirməyə çalışaq. Bax, biz bayaq demişdik ki, B bərabərdir 14U. Onda burada B-nin yerinə 14U yaza bilərəm. Hələlik bu qalsın. Ata ilə işimiz yoxdur, qalır öz yerində. Sonra nənəyə də bir şey yazmırıq. Ananın yerinə yazırıq 9U. Çünki bayaqları belə bir ifadə eləmişdik. Sonra bunu biraz da sadələşdiririk. Bax bu n var ha, n-nənəni saxlayırıq yerində. Ata mənfidir də. Mənfini gətirsək bu tərəfə olacaq müsbət. Nənə plus ata bərabərdir. Mənfi 9 da gətirsəm bu tərəfə olacaq müsbət 9. Yəni 14 plus 9. 14-ün 9-un cəmi mənə verir 23U. Demək ki, nənə ilə də atanın yaşları cəmi 23 uya bərabərdir. Müəyyən qədər sadələşdirdik. Sonra bizə bir ifadə demişdi, yaxı demişdi ki, atanın yaşı bu ailənin üzvlərinin orta yaşına bərabərdir. Yəni gəlin bunları biz hesablayaq. Bax, atanın yaşına yazaq. Ata bərabərdir. Başlayaq. Ailədə kim var? Baba. Baba nə qədərdir? 14 u. Nənə nə qədərdir? Nənəni tapmışıq ki, nənə ilə ata ikisi bir yeri 23 oldu. Ata da elə bu arada getdi. Ana 9 oldu. Birini uşaq elə özü təkliyinə u. Bunların hamısı toplayanda bunlar 5 nəfər eləyir. Böləndə 5-ə tapıram atanın yaşını. İndi biz bunu biraz da sadələşdirək. Görək buradan başqa nə çıxarda bilərik. Belə bir şey olacaq da. Ata bərabərdir. Bunların hamısını toplayacağıq. Görək bizə cəm olaraq nə qədər verəcək. 14 u ilə 23 u-nu toplayanda bizə verir 37. 37 üstə 9 gələndə bizə verir 46, 48. 48 bölünsün 5. O da verir 48-i 5-ə böləndə olur 9 tam onda 4. 4 niyə belə? Əyri yazdım. Aha, bu şəkildə olacaq. 9 tam onda 4 u. Deməli, ata da bərabərdir. 9 tam onda 4 u'ya. İndi mən bir ifadə bayaq yazmışdım. Axı yazmışdım ki, nənə üzərinə gələndə ata eləyir 23 u. Düzdür? İndi mən artıq atanı tapmışam da ata 9,4-dür. Burada ata 9,4 olsa 9,23 u-dan 9,4 u-nu çıxsam nənə də olacaq 13,6 u. Yəni hamısının yaşını, uşağın yaşını ifadə edib müəyyən bir hissəyə çatdıq. İndi siz mənə deyin görək. Mən bura, yəni 13 tamamda uşağın yaşını ən minimal nə qoysam bu vergüldən azad olar. Ən minimal və 10 qoya bilərəm əslində. Onlar nənənin 136 yaşı, baba da ondan çox böyük olacaq. Bizim axı şərtimiz var, deyir ki, ən yaşlı sakinin 139 yaşı var. Onda 6 ilə 4-ü vergüldən azad eləməyin ən rahat üsulu u'ya 5 qoymaqdır. Çünki 6-nı 5-ə vuranda 30 sıfırdan qutarır. 5-i 4-ə vuranda 20 sıfırdan qutarır. Ən minimal rəqəm uşağa neçə qoymaqdır? 5 qoymaqdır. Bizdən sonra nə istəyir? Yəni bu şəkildə qoysaq ən minimal yaşı tapa biləcəyik. Bizdən nənənin yaşını istəyir. Əla, nənənin yaşı da 13,6-nı vursaq 5-ə, burada qıraqda yazaq.
13,6-nı vursa 5-ə, alaraq nənənin yaşını 68, 14-də 5-ə vursaq, normal babanın da yaşını yəni böyük tapmayacaq. Baba da bərabərdir. 14-ü 14 uydu da baba düzdür. 14 dəfə böyükdür uşaqdan 4-ü 5-ə vursaq. Bu da olacaq. Baba da 70 yaşında olacaq. Yəni problem yaşamayacaq, normal yaş olacaq. Amma ki 10 qoysaydıq artıq nənənin 136 yaşı olacaqdı. Baba da ondan çox-çox böyük olacaqdı. Amma kənddə bu şəhərdə ən yaşlı kişi, ən yaşlı insan 139 yaşındadır. Yəni artıq 139-u biz aşıra bilmərik. Ona görə ən minimal rəqəm 5 qoya bildik. Nənənin də yaşını 68 aldıq. Baxın bu şəkildə oldu.